Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 10 və 11-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 6. Boş xanalara elə ədədlər yaz ki, bərabərlik doğru olsun. 8-də 3 üstə gəl 8-də 3 bərabərdir 8-də 6. 4-də 3 üstə gəl 4-də 1 bərabərdir 4-də 4. 12-də 7 üstə gəl 12-də 5 bərabərdir 1. 10-da 3 üstə gəl 10-da 4 bərabərdir 10-da 7. 16-da 3 üstə gəl 16-da 4 üstə gəl 16-da 3 bərabərdir 16-da 10. 12-də 5 üstə gəl 12-də 4 üstə gəl 12-də 3 bərabərdir 1. 7-də 2 üstə gəl 7-də 3 üstə gəl 7-də 2 bərabərdir 1. 18-də 9 üstə gəl 18-də 18-də 4 üstə gəl 18-də 6 üstə gəl 18-də 3 bərabərdir 18-də 13. 7. Təsvirlərə uyğun kəsirləri yaz və bu kəsirlərin fərqini tap. Birinci təsvirə yazırıq kəsirdə. Yəni fərqini tapanda yazırıq. 8-də 6 çıxılsın 8-də 2 bərabərdir 8-də 4. İkinci təsvirə yazırıq. 10-da 7 çıxılsın 10-da 3 bərabərdir 10-da 4. Üçüncüyə isə 6-da 5 çıxılsın 6-da 4 bərabərdir 6-da 1 yazırıq. 8. Kəsirlərin fərqini tap. 6-da 4 çıxılsın 6-da 1 bərabərdir 6-da 3. 18-də 11 çıxılsın 18-də 5 bərabərdir 18-də 6. 10-da 9 çıxılsın 10-da 3 bərabərdir 10-da 6. 21-də 13 çıxılsın 21-də 5 bərabərdir 21-də 8. 7-də 6 çıxılsın 7-də 2 bərabərdir 7-də 4. 16-da 12 çıxılsın 16-da 7 bərabərdir 16-da 5. 12-də 9 çıxılsın 12-də 5 bərabərdir 12-də 4. 14-də 10 çıxılsın 14-də 7 bərabərdir 14-də 3. 15-də 11 çıxılsın 15-də 4 bərabərdir 15-də 7. 24-də 17 çıxılsın 24-də 5 bərabərdir 24-də 12. 9. Fərqi tap. 1 çıxılsın 6-da 1 bərabərdir 6-da 5. 1 çıxılsın 7-də 4 bərabərdir 7-də 3. 1 çıxılsın 8-də 3 bərabərdir 8-də 5. 1 çıxılsın 10-da 9 bərabərdir 10-da 1. 1 çıxılsın 16-da 12 bərabərdir 16-da 4. 10. Boş xanalara uyğun ədədləri yaz. 3-də 2 çıxılsın 3-də 1 bərabərdir 3-də 1. 1 çıxılsın 6-da 3 bərabərdir 6-da 3. 9-da 7 çıxılsın 9-da 2 bərabərdir 9-da 5. 8-də 5 çıxılsın, üstə gəl. 8-də 3 bərabərdir 1. 12-də 5 üstə gəl. 12-də 6 bərabərdir 12-də 11. 1 çıxılsın, 4-də 1 bərabərdir 4-də 3. 15-də 10 çıxılsın, 15-də 4 bərabərdir 15-də 6. 10-da 7 üstə gəl. 10-da 2 bərabərdir 10-da 9. 5-də 3 üstə gəl. 5-də 1 bərabərdir 5-də 4. 7-də 5 üstə gəl. 7-də 2 bərabərdir 7-də 3. 11. Hesabla. 5-də 2 üstə gəl. 5-də 2 çıxılsın 5-də 1 bərabərdir. 5-də 4 çıxılsın 5-də 1 bərabərdir 5-də 3-ə. 7-də 4 üstə gəl. 7-də 3 çıxılsın 7-də 2 bərabərdir. 7-də 7 çıxılsın 7-də 2 bərabərdir 7-də 5. 12-də 9 çıxılsın mötərizə. 12-də 4 üstə gəl. 12-də 5 mötərizə bağlandı bərabərdir. 12-də 9 çıxılsın 12-də 9 bərabərdir 0. 1 çıxılsın mötərizə, 10-da 9 çıxılsın 10-da 5 bərabərdir. 1 çıxılsın 10-da 4 bərabərdir 10-da 6. Keçək səhifə 11-ə.
12. Kvadratlarda sətir və sütunlar üzrə yazılmış kəsirlərin cəmi 1-ə bərabərdir. Boş xanalara uyğun ədədləri yaz. 9-da 1, 9-da 4, 9-da 4. 9-da 3, 9-da 4, 9-da 2. 9-da 5, 9-da 1 və 9-da 3. Və burada həllə yaza bilərsiniz. Bunların hamısını, yəni birdən nümunə olaraq göstərək. Məsələn, 1 çıxılsın 9-da 5 bərabərdir 9-da 4. Hər kvadrata bir misal yazsaz, bəsdir, yəni hamısını bura onsuz da yerləşdirə bilmərsiniz. İkinciyə baxaq. 12-də 4, 12-də 3, 12-də 5, 12-də 3, 12-də 3, 12-də 6, 12-də 5, 12-də 6, 12-də 1. Buraya yazırsınız. 1 çıxılsın 9-da 7 bərabərdir 9-da 2. Sonra digərinə baxaq. 15-də 1, 15-də 6, 15-də 8. 15-də 7, 15-də 3, 15-də 5. 15-də 7, 15-də 6, 15-də 2. Yaza bilərsiniz dəftərdə. Yəni orada verilən xanada. 1 çıxılsın 9-da 5 bərabərdir 9-da 4-ə. Keçək 13-ə. 13. Lalə gün ərzində gördüyü bəzi işlərə ayırdığı vaxtı cədvəldə qeyd etdi. Cədvəli oxuyaq. Məşğuliyyət mütaliə etmək, vaxt, yəni günün hissəsi 24-də 1. Məşğuliyyət açıq havada gəzmək, vaxt 24-də 4. Məşğuliyyət ev tapşırıqlarını yerinə yetirmək, vaxt 24-də 3. Məşğuliyyət piano çalmaq, vaxt 24-də 1. Lalə açıq havada gəzmək və mütaliəyə neçə vaxt sərf edir? Bunu tapmaq üçün mütaliəyə və açıq havada gəzməyə ayırdığı vaxtları toplayırıq. Yəni 24-də 1 üstəgəl 24-də 4 bərabərdir 24-də 5. Yəni qabağına yazırsınız 5 və ya 24-də 5. İkinci sualı oxuyaq. Onun gün ərzində cədvəldəki işlərdən əlavə neçə saat vaxtı qaldı? Buna baxaq. Yəni 1-dən tamdan, yəni 24-də 24-dən çıxarıq və hamısını toplayarıq. Hamısının cəmini 24-də 24-dən çıxarıq. Yəni belə yazırıq. 24-də 24 çıxılsın mötərizə 24-də 1 üstəgəl 24-də 4 üstəgəl 24-də 3 üstəgəl 24-də 1 mötərizə bağlandı. Bərabərdir 24-də 4 çıxılsın 24-də 9 bərabərdir 24-də 15. İkinci sualın qarşısına da yazırsınız 15 və ya 24-də 15. Cədvələ əsasən əlavə bir neçə sual tərtib et və cavablandır. Aha. Məsələn, belə bir sual yaza bilərsiniz. Ev tapşırıqlarını yerinə yetirməyə və piano çalmağa neçə saat sərf edir? Həllini yaza bilərsiniz. 24-də 3 üstəgəl 24-də 1 bərabərdir 24-də 4-ə. 14. Səbinənin anası keks bişirdi. Səbinə keksin 16-da 3 hissəsini, qardaşı isə 16-da 2 hissə çox yedi. Səbinənin bacısı qardaşının yediyi qədər keks yedi. Keksin hansı hissəsi qaldı? Həllinə yazırsınız ki, 16-da 3 üstəgəl 16-da 2 bərabərdir 16-da 5. 16-da 3 üstəgəl 16-da 5 üstəgəl 16-da 5 bərabərdir 16-da 13. 16-da 16 çıxılsın 16-da 13 bərabərdir 16-da 3. Cavaba da yazırsınız 16-da 3.
Keksin 16'da 3 hissəsi artıq qalıb. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməyə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.